Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Allahumme salli ve sellim ve barik ala seyyidina Muhammed. El-Fatihu lima ughliqa vel khatem lima sebeqa. Nasiril hakkı bil hakkı vel hadi ila siratikal mustakim. Ve ala ali hakkı kadr ve miqdaril azim. Selamun aleyküm ve rahmetullah. Möhtərəm cəmaat-ül müslimin, Ramazan ayının ilk 10 günü artıq ötmüşdür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazan ayının günlərini 3 yerə bölüb və onun barəsində buyurub ki, Əvvəl şəhr Ramazan rəhmətun. Ramazan ayının əvvəli rəhmətdir. Və əvsətuhu məğfirətun, ortası məğfirətdir. Və axiruhu itqu minənnar, sonu isə, axırı isə cəhənnəm ateşindən qurtulmadır. Beləliklə Ramazan ayını 3 yerə bölüb, ilk 10 gününə rəhmət və orta 10 gününə məğfirət və son 10 gündə də cəhənnəm ateşindən qurtarma adını veribdir. Bu, hər halda biz möminlər üçün böyük bir müjdədir. Amma bu hədisi biz necə başa düşməliyik? Hədis şərifdə bildirilir ki, Ramazan ayının ortası rəhmətdir. Birinci anlamaq lazımdır ki, rəhmət nə deməkdir? Məlum olsun ki, Peyğəmbərimiz əleyhissalam hədis şəriflərdə buyurur, Allah Teala öz rəhmətini 100 yerə bölüb və onun bir hissəsini dünyaya təcəlli elətdirib və qalan 99'u isə axirət gündə qulların hesabı üçün saxlayıb, yəni axirət gününə təcəlli eləyəcək. Və hədis şərifin davamında buyurur ki, vəhşi şirin balasını rahat süd əmsin deyə ayağını bir qədər yuxarı qaldırması Allah-u Teala'nın rəhmətinin bir cilvəsidir. Əslində ondan ayrılan bir ət parçasıdır. Ağılsız da heyvandır, amma Allah Teala ona şəfqət hissini verib ki, balasını yedirsin, böyütsün. Düzdür, sonra onu ayırır. Amma o kiçik vaxtında Allah Teala onun qəlbinə o rəhmətindən bir cilvə salıb ki, o vəhşi ət yiyən heyvan balasını əmizdirir, hətta rahat əmsin deyə ayağını qaldırır. Qalan 99 ilə isə indi biz müqayisə edin ki, qiyamət gündə Cenab-ı Allah qullarına nə cür müamilə buyuracaq, Allah Teala rəhməti ilə bizləri əfv məğfirət eləsin. Amin. Allah-u Teala'nın rəhməti genişdir və ayət cəllərdə çox yerdə buyurur və Bəqərə surəsində buyurur ki, İnnəllaha ğafurur rəhim. Allah-u Teala bağışlayandır və bunda şübhə yoxdur və rəhimlidir. Kitablarda yazılıb ki, keçmiş ümmətlərdə Peyğəmbərimiz əleyhissalam xəbər verir, bir qatil, serial qətillər törədən birisi 99 şəxsi qətl edir və bir günləri həyatından bezir və insanlardan soruşur ki, mən neyniyim, mən özümü Allaha bağışlata bilərəmmi? Onlar da bir yerdə bir rahibi məsləhət bilirlər ki, o ibadətçil, biləyən birisidir, onu ilə məsləhətlər ki, nə eləmək lazımdır? Allah səni bağışlayar ya yox. O qətildə sadə bir şey deyil, kimisə ailəsini başsız qoyub, kimisə dul qoyub və s. Gedir həmin o keşin, abidin, hər neysə rahibin yanına, o dinləyir bunu və deyir ki, sən ki bu qədər qətil törətmisən, Allah səni bağışlamaz. Sənin için yəni bağışlanacaq bir deyil, iki deyil, üç deyil. Heç biri bağışlamaq olmaz, qaldı 99.
və onun ümidini Allahdan üzür. Və o qatil 99 qoy 100 olsun deyib o abidi öldürür. Və bir müddət yenə belə asi kifir gəzir. Və yenə də düşünür, daşınır. Deyir, yox, mən nəsə bu işin bir çıxış yolu olmalıdır. Mən neyniyim? Və yenə də biləyən adamlardan, ətrafından soruşur. Ona dağda, bir ucqar yerdə bir gözəl bir alimin, abidin olduğunu xəbər verirlər. Bu qatil həmən o zatın, alimin, arifin yanına gedir və vəziyyətini ona danışır. O da deyir ki, Allah-u Teala'nın rəhməti əngindir, genişdir. Heç kim Allahın rəhmətini məhdudlaşdıra bilməz. Əlbəttə, sən peşman olsun, Allaha dönsün, tövbə eləsin, Allah Teala səni bağışlayır. Çox sevinir və tövbə edir həmin o arif zatın yanında. Həmin arif zat deyir ki, amma bir məsələ var ki, o günahları ki, sən o cəmaatın yanında eləmişsən, xalqın içində eləmişsən, ora qayıtma, ora getmə. Ged özün ki, başqa yurd, yuva, məskən sal, başqa yerdə yaşa. Razılaşır, o arif zatın xeyr duasını alır, oradan uzaqlaşır, bir miqdar getdikdən sonra ömrü tamam olur, heç o yerə gedib çatmamış bir səbəbdən vəfat edir. Məlumdur ki, insan başsız deyildir, insan ruhunu qəbz edən mələklər vardır, ruhunu aparan mələklər vardır. Bu ayrıca bir bəhsdir. Hansı mələklər, azab mələklər necə gəlir, rəhmət mələklər necə gəlir? Onun üçün də mələklər gəlirlər. Bu mələklərin arasında bu ölüm gününə qədər elə cinayətlərlə, eybəcər işlərlə məşğul olan bir adam kimi məşhurdur. Azab mələklər gəlib ki, hər hal ki, bu qatil bunlarlıqdır və bunlar aparacaqlar onu cəzalandırmağa. Amma ora rəhmət mələkləri də gəlir. Onlar deyirlər ki, bu nə qədər də cinayətkar olsa da, amma bu son nəfəsində tövbə etdi, alim yanına gəldi, alimin sözünü dinlədi, tövbə elədi, o işlərdən peşman oldu, əl götürdü, göz yaşı tökdü və o paklıq, tövbəkarlıq niyyəti ilə alim yanından ayrıldı və onun üçün də bu kişi bizlikdir. Onların arasındakı mübahisəni çözmək üçün, iki qrup mələyin arasındakı mübahisəni çözmək üçün Allah Teala ora bir mələk göndərir. O mələk hər iki tərəfi dinlədikdən sonra hökm verir ki, ölmüş olduğu yerdən ölçsünlər. Alimin yanına yaxındımı, tövbə elədiyi yerə yaxındımı, yoxsa günahları eləmiş olduğu yerə yaxındımı? Və ölçülür və məlum olur ki, çox az miqdar, hətta yazır ki, döşü, sinəsi bir qədər alimə sarı, tövbə olunan yerə sarı çevrilmiş halda bir qarış filan belə yaxın olduğu üçün hökm olunur ki, orada Allah Teala buna rəhm edibdir, tövbəsinə qəbul edibdir, ona mərhəmət eləyibdir və o səbəbdən də ömür boyu günah etməsinə baxmayaraq nəticə etibarilə o peşman olduğundan Allah ona mərhəmət edir. Bu üzür yerlərində ki, rəhmətə gedənlərə, vəfat eləyənlərə Allah rəhmət eləsin deyirik. Demirik Allah məğfirət eləsin. Bunun deməkdə də bir qəbahət yoxdur əslində. Amma niyə dilimizdə Allah rəhmət etsin var? Çünki məğfirət etsin, nə qədər günahı varsa günahını silsin deməkdir. Rəhmət etsin isə, nə qədər günahını silibsə, günahının sayıca, miqdarınca Allah ona savab yazsın deməkdir. İki qat, yəni burada dua vardır. Onun üçün də bu Orta Asiya xalqları bir-birlərinə çox-soğul yerinə rəhmət deyərək öz təşəkkürlərini bildirirlər.
Demək Allah-u Teala'nın rəhməti o qədərdir ki, bir insan yaşının hansı həddində olsa da, əməl nə qədər eybəcər olsa da, əgər tövbə etsə, Allaha qayıtsa, Allah Teala onu bağışlayar. Bizim gözümüzdə elə hadisələr var ki, biz elə şeylər görürük ki, o adamları, o hadisələrin faillərini, işləyənlərini heç bir cəhətdən bağışlamarıq. Amma Allah-u Teala'nın bəndələrin barəsində olan planı başqadır. İbrahim Əleyhisselam bir gün Allah Teala'dan deyir ki, Ya Rabbal Alemin, bəndələrimin hallarını mənə göstər. Allah Teala onu göylərə qaldırır və səmadan, göydən yer üzünü seyirləməyi ona müyəssər edir. İbrahim Əleyhisselam yer üzünün xalqına baxır, görür ki, vay vay. Xalq bütün üsyanın, günahın içindədir. Allah Teala'ya dua edir ki, Ya Allah, bu günahı eləyəni öldür. Allah öldürür. Biraz üzünü çevirir digər tərəfə, görür ki, orada ondan betər bir günah var. Ya Rabbal Alemin, bunları öldür. Allah onları da öldürür. Bir qədər kənara baxır, orada görür, ondan da betər bir əməl işləyən var. Ya Allah, bunu da öldür. Allah öldürür. Bu minvalla İbrahim Əleyhisselam çox sayda insanın ölümü için günahkarların Allah Teala'ya dua edir. Allah dualarını məqbul edir. Və nəhayət Allah deyir ki, ey mənim dostum, Xəlilim İbrahim, sən duası məqbul olan bir kişisən. Dua edirsən, mən də qəbul edirəm. Amma mənim qullarımın mənim qatımda üç cür mənziləsi var. Birinci budur ki, bəlkə ha vaxtsa tövbə edərlər, peşman olarlar. İkinci budur ki, bəlkə onların nəslindən bir yaxşı evlad, bir alim evlad, bir əməli salih nəsil törüyər, insan gəlir. Və üçüncüsü də budur ki, qiyamət günündə mən baxaram onlara. Kimi istəyərəm, əzab eləyərəm, kimi də istəyərəm, bağışlayaram. Onun üçün də əgər orada, yəni Allah bundan İbrahim Əleyhisselam'a öyrətmək istəyir ki, yəni əgər orada zərrə miqdar onları bağışlamaq şansı varsa, o şansı onların əlindən almaq olmaz. Allah-u Teala'nın qulları barəsində olan rəhmət müamiləsi belədir. Ənvar Raşin kitabında yazır ki, qiyamət gündə Peyğəmbərimiz Əleyhisselatü Vesselam ümmətinin başına toplayacaq Lival Həmd ismi ilə müsəmma olan onun çox üç qıçalı böyük bir ələmi bayrağı olacaqdır və o ələmi görüb Mühəmməd ümmət onun altına yığışacaqdır və Həzrət Fəxri Kainat Peyğəmbərimiz qiyamət gününün şəfaətçisi Muhammed Mustafa sallallahu teala aleyhi və səlləm həzrətləri ümmətinin bağışlanmağını Allah Teala'dan tələb edəcək və deyəcək ki, ya Rabbi, cümləsinin ixtiyaratını mənə ver ki, cümləsinə şəfaət eləyim və cənnətə girsinlər. Allah Azze və Cəl Həzrətləri Peyğəmbərimiz Əleyhisselama deyir ki, ey mənim Həbibim, sənin ümmətimin içində elə adamlar var ki, sən onların törətmiş olduqları günahları görsən, onlardan sən üz döndərərsən, imtina eləyərsən və şəfaət etməsin. Amma mən Allah onları bağışlayaram. Demək ki, Allah-u Teala'nın rəhməti əngindir. Sonu, ucu bucağı yoxdur. Və Ramazan ayının əvvəl 10 günü həmin Allah-u Teala'nın rəhmətinin aşıb daşdığı və qullarına mərhəmət etmək dilədiyi 10 günlükdür. 10 gün keçdi, bu gün artıq 11-ci gündür. Bilmirəm, nə qədər Allah-u Teala rəhmətinə nail olduq. Görəsən, Allah-u Teala hansı birimizə mərhəmət elədi. Kimlər ki, xəstəliklə cəzalandırmışdı, kimlər göz yaşı tökdülər, Allah onlara rəhmət elədi, şifa yab etdi. Kimlərin borcu, xərci var, maddi çətinliyi var,
Allaha yalvardı, yaxardı. Allah onlara rəhmət etdi və ruzu qapılarını onlar üçün açdı. Kimlərin müşkül çətin işləri var, yaxaları özgələrinin əlindədir. Allahu Teala onlara rəhmət elədi və genişlik, fərahlıq verdi. Kimlər ki, Ramazanı ömründə, həyatında hiss eləmirsə, onlar bu fürsəti əldən verdilər. Xoş adamların halına ki, onlar Ramazanın bu rəhmət 10 günlüyündən istifadə etdilər. Ramazan ayının bu rəhmət 10 günlük keçibdir. Amma Ramazan ayı tamamilə keçməyibdir. Hələ Ramazan ayının 20 günü qarşıdadır, 19 günü qarşıdadır. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ramazan ayının əvsəti, yəni orta ondan 20-yəcən olan o günləri məğfirətdir. Məğfirət nədir? Allah-u Teala'nın bağışlaması. Bağışlamaq nədir? Bir qul Allah-u Teala'ya qarşı günah edir. Və etmiş olduğu günahı ya bilərək, ya bilməyərək edir. Allah-u Teala bizim xasiyyətimizi günah etməyə meyilli yaradıb. Peyğəmbərlərin belə görürsən səhvləri var. O səbəbdən yerdəyik də. Adəm əleyhissalam səbəbilə yerdəyik. Yoxsa cənnətdə arayıb, ürəyib artardıq. Amma o kəlam ki var, həmişə deyirik, insanların ən pisi günah eləyəndir. Amma günahkarların ən yaxşısı tövbə eləyəndir. Allah-u Teala tövbə eləyib, Allah-u Teala'ya dönən insanları məğfirət eləyir və bağışlayır. Bunun üçün isə qulun Allah-u Teala'dan üzr istəməsi, peşman olması və bağışlanmasını təmənni və təvəqqə etməsi lazımdır. Rəvayət olunur ki, bir zat xalqın içində günahkar bir adam kimi tanınır. İçkiçi, qadınlarla əyyaşlıq edən və s. Məscidə getməyən, məscidə getsə belə insanlar tərəfindən xoş qarşılanmayan və s. Hətta buna qohum, qardaş, evdə tanış biliş irad eləyiblər ki, bugünün sabahı da var, sən sabah ölərsən, sən cənazən qalacaq əldə ayaqda, cəmaat gəlməyəcək. Necə olacaq sənin halın? Və bu insan elə tutmuş olduğu yolla gedib. Və bir günlər vəfat edib. Və heç kim onun cənazəsinə getməyib. Çünki xalq tərəfindən bu adam əyyaş insan kimi tanınır. Və nəhayət onun həyat yoldaşı və anası onu bir örtüyün üzərinə uzadır və meytini, cənazəsini sürüyə-sürüyə obadan, eldən kənara çıxartır. Və gətirir qəbristanlığın yanına ki, oradakı bir çuxur qazsın, bunu dəfn eləsin, çünki heç kim yaxına gəlmir. Kənarda bir çoban qoyun otarırmış, uzaqda nəsə bir hənirti görür, yaxınlaşır və məlum olur ki, belə bir vəziyyət vardır. O xanımdan icazə alır ki, vallah mən mollalıq bilmirəm, amma icazə versəz, mən nə cür bilirəmsə, bildiyim kimi onu dəfn edeyim. Anası çox şad olur. O, özü bildiyi kimi su tuluğunu gətirir, onu husul kəfən eləyir, qəbir qazır, onu dəfn eləyir və ayrılırlar. O günün gecəsi, növbəti gecə, o məmləkətin salih insanları, yaxşı kimsələr yuxularında o kişini cənnətdə bağışlanmış halda görürlər. Və bıçaq düşür cəmaatın arasına.
bu məsələ xəbər yayılır və bunlar toplanırlar ki, axı bu adam belə bir tüfeyli həyat tərzi keçirdən birisi necə olur ki, biz bunu salih bir insan kimi bağışlanmış, məğfirət olunmuş halda yuxuda gördük. Və qərarı gəlirlər ki, onun evinə getsinlər və ev əhlindən onun əzvayişini soruşsunlar. Onun evinə gedirlər və ev əhlindən soruşurlar və nəhayət məlum olur ki, doğrudan da bu bir o qədər də salih işlər görməyibdir, yəni bizim bildiyimiz. Lakin bunun bir adəti olub. Bu vaxtı tibb də bu qədər inkişaf eləməyib, sonra müharibələr də çox olub, ölüm itim çox olub. Adi xəstəliklərdən cavan adamlar ölüb, ailələr dağılıb. Bu harda yetim uşaqlar varsa, gücü çatan qədər bir nəfər, iki nəfər, üç nəfər, hər neysə, həmişə evində bunun illərlə yetim uşaqlar olub. Onları yedirdib, içirdib, onları saxlayıb, həddi bulu yaşa çatdırıb, onları evləndirib, köçürdüb. Və ev əhli deyir ki, onun bundan başqa bizim bildiyimiz bir salih əməli yoxdur. Və onlar o evdən ayrılırlar və gedirlər o çobanın yanına. Və çobana deyirlər ki, sən ki bunu yumusan, kəfənləmirsən, dəfnləmirsən, axır nə oxumusan, nə demirsən? Deyir, vallahi mən heç bir şey bilmirəm. Və sən necə dəfn elədin, nə dedin buna? Deyir, vallahi mən onu dəfn elədim və dua elədim Allah Teala, ya Rabbal aləmin. Həmişə mənə qonaq gəlir. Deyir ki, Allah qonağıyam, məni saxla. Mən də Allahın adını tutduğu üçün bu adamları qəbul edirəm, yedirtirəm, içirdirəm, bir qoyun kəsirəm, paş-paltarını, çarığını, filanını səliqəyə salıram, yer atıram, səhər durur, yer içir, çıxır gedir. Çünki Allahın adını tutub deyə. Yəni, mən də bu dəfə Allah'a dedim, ya Rəbb, mən başqa dua bilmirəm, amma bu adam mənim qonağımdır, onu da mən sənə göndərirəm. Necə ki, mən sənin qonaqlarıma baxmışam, indi sən də mənim bu qonağıma bax. Bu duanı eləmişəm, başqa şeyi bilmirəm. Və məlum olur ki, o adamın həm o salih əməlləri, həm onun ardınca o salih əməlinin səbəbi bir salih adamın onun qabağına çıxmasıdır. Və Allah Teala onu məğfirət eləyibdir. O, bütün ömrünü salih əməllərlə keçirməsə də, amma etmiş olduğu yetimdarlıq, ona yetimə sahib çıxmaqlıq, onun namusunu gözləməklik səbəb olurdur ki, Allah Teala onu bağışlasın, çoban da onun qabağına çıxartsın. Demək ki, Allah Teala bəndəsini bağışlamaq üçün bəhanə axtarır. Əgər belə demək caizdirsə. Bir səbəb olsun ki, Allah Teala onu bağışlasın. Və bu bağışlamaqlıq Allah-u Teala'dan təkcə Ramazan ayının orta günlərində deyil, ümumiyyətlə. Allah-u Teala istəyir Qədir gecəsi olsun, istəyir cuma axşamlar olsun, istəyir Mühərrəm ayında Aşura günü olsun, istəyir Qurban bayramı olsun, müxtəlif günlər, müxtəlif hadisələr, ay tutulmaları, gün tutulmaları, Allah Teala insanların qəlblərini sevinclə dolduracaq yaxşı işlər bəxş etməsi, Allah Teala insanları imtihan üçün qəlblərini salmış olduğu kədərli hadisələr, bunlar hamısı səbəbdir ki, bir qul elhamdülillah desin, fəsubhanallah desin, əstəğfirullah desin ki, Allah onu bağışlasın. Bir insan da əgər bu Ramazan ayının bu orta günlərində özü üçün istifadə etməsə, faydalanmasa, günahlarının bağışlanması üçün çalışmasa, Allah Teala ona son şansı verir. Daha doğrusu növbəti şansı verir. Bu isə 3-cü 10 günlük ki, Allah Teala buyurur ki, Peyğəmbərimiz Aleyhisselam buyurur ki,
Ramazanın axırı cəhənnəm ateşindən qurtarma 10 günlüydür. Məlum olsun, bir insan dünyada yaşadığı müddətcə günah etməsə dura bilməz. Allah bizi elə yaratıb. Peyğəmbərimiz Əleyhisselam hədisdə buyurur ki, əgər yer üzündəki bütün insanlar savabkeş olsaydılar, heç günah etməsəydilər, Allah Teala onları məhv edər, yerində günah eləyib. Amma peşman olub tövbə eləyən qullar yaratar. Yəni oradakı məqam sənin, mənim, bizim əhvalımız həmin o məqamdır. Hədəf odur ki, birdən səhv eləsək, həmin səhvi etiraf eləyək. Ataullah İskəndər Həzrətləri buyurur ki, heç günah eləməyib öz əməllərini arxayın olmaqdansa, günahkar bir bəndənin günahlarını etiraf eləyib Allahdan üzr istəməsi daha yaxşıdır. O Allaha daha yaxın bəndədir. Möhtərəm cəmaat, bir xoşa gəlməz ifadə də var cəmaatın içində. Deyirlər ki, ay kişi, günaha cəsarət verir bir adam digərinə. Elə qorxma, günahım mənim boynuma, o mənlikdir. Ümumiyyətlə anlayaq ki, günah nədir? Tilkə hududullah. Allah Teala deyir ki, bu Allah Teala'nın sərhədləridir, hududlarıdır. Nələr? Halallar və sərhəd. Sərhəddə onun tərəfi artıq haramdır. O sərhəddi aşmaq günah etmək deməkdir. Günah elə bir işdir ki, əgər bir insan günah işləyibsə, o günaha görə mütləq o adam cəzalandırılacaq. Onun bir qarşılığı var. Çünki dünyada fiziki qanun vardır, təsir əks təsirlə bərabərdir. Nə qədər bərk olacaqsın, o qədər əlin ağırtacaq. O cəza ya dünyada olur, ya axirətdə olur. Əsasən axirətdə olur, amma ibrət olsun deyə arada dünyada da olur. Böyle bir ki, dünyada bir insan həddini aşıb, gedib bir adamı döyüb, ya devlətin radarına düşüb, ya polisin qabağında, gözü qarşısında cinayət eləyib, devlət məmurunun təhqir eləyib. Nə olur? Buna görə mütləq o adam cəzalanmalıdır. O cəzalanması devlətdə öz başına olur. Elə bir məmləkət olsa ki, heç orada türmə, zindan yoxdur, həbs yoxdur ki, cəmaat o qədər yaxşıdır. Amma o yaxşı cəmaatın içindən bir nəfər də olsa, islah olunmaz adam çıxsa, onun üçün bir otaqlı islah otağı deyək. Mütləq onun üçün hazırlanacaq. Çünki bu adamın azadlıqda olması digər vətəndaşların azadlığının məhdudlaşmasına səbəbdir. Onun üçün də günah və yaxud da ki, günaha təşəbbüsə ruhlandırmaq bu mütləq cəzayla nəticələnir. O mütləq özümü, evladımı, evimi, ruhumu, canımı mütləq cəzalanır. O qədər bunun misalları var. Heç mənim danışmağıma ehtiyac da yoxdur. Bir qədər bəsirət, ibrət gözü ilə bir sağa, bir sola, bir qonşuya, belə bir qohuma, keçmişə, indiyə baxıb görərik ki, o qudurğan adamlar, azmı, çoxmu, həddini aşan adamlar, onları Allah Teala nə hallara salır. Amma yenə deyirəm, burada dünya cəza yeridir, o axirətdəki başqa. Dünyada biraz ibrət alar deyə Allah Teala az da olsa onları bizə göstərir. Və etmiş olduğumuz günahlar mütləq cəhənnəmlə nəticələnir. Allah-u Teala buyurur ki, və ləhum əzabun əlim. Və onlar üçün şiddətli, dözülməz cəza vardır. Bu, həddini aşan insanlar üçün. Deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, keçmiş qədim ümmətlərdə ən günahkar
Amma qəlbində bir miskal da olsa iman olan adamın son olaraq cəhənnəmdən çıxdığını mən görür kimiyəm. Yəni, burada bir böyük hakim izahat verim ki, inanan insanlar inandıqları halda günah ediblərsə və etmiş ol günahlara dünyada peşman olmayıblarsa, Allahdan öz bağışlanmalarını diləməyiblərsə, o nisbətdə cəhənnəmə düşəcəklər. Günahlarının miqdarınca. Amma əbədi olaraq kafirlər və müşriklər kimi, münafiqlər kimi cəhənnəmdə əbədi qalmayacaqlar. Bir miqdar sonra, o bir miqdar da 15 sutka deyil. Bu bir miqdar milyon illərə qədər uzana biləcək bir miqdardır. Allah mühafizə buyursun. Allah rəhməti ilə müamilə buyursun. Günahlarımızı məğfirət eləsin. Cəhənnəmin qoxusunu, iyini, əhvalını, ateşini, tüstüsünü bizlərə göstərməsin, yandırmasın, qoxulatmasın, bildirməsin. Qeyri hesab və la əzab, quşlar kimi uçub, siratdan keçib, cənnətdə şad və xurram olan qullarının zümrəsinə bizləri daxil etsin. Amin. Hz. Muhammed Mustafa'nın 30 il Qur'anın hörmətinə. Sallallahu aleyhi və səlləm. Amma düşənlər olacaqdır. Bu cəhənnəmə düşənlər cəhənnəmdən günahları təmizləndikcə çıxacaqlar. Bu gəlib bir deyim ki, 10 min illər, 100 min illər çəkəcək. Amma ən axırıncı çıxan adam kimdirsə bu ümmətdən deyildir, qədim ümmətlərdən. Keçmiş peyğəmbərlərdən. Peyğəmbər Əleyhisselam buyurur ki, mən onu görür kimiyəm ki, o dizlərinin üstündə kömür kimi sürünə-sürünə cəhənnəmdən çıxır. Və Allah-u Teala ona deyir ki, sən istəyirsənmi ki, dünyadakı bir padişahın məmləkəti boyda sənə bir ərazi verim cənnətdə. O da halsız, amansız, ağlı başından çıxıb, dizlərinin üstündə sürünə-sürünə gəlib, Allah-u Teala'ya deyir ki, ya Rabbi, sən aləmlərin Rəbbi olduğun halda mənim bu zəlalətli, pis günümdə məni ilə zarafat edirsən, əhlə salırsan məni. Allah-u Teala deyir ki, bəlkə dünyadakı bir devlətin 10 misli sənə cənnətdə bir yer verim. O da ver ya Rabbi deyir. Və bu minvalla Allah Teala onu bağışlayır və cənnətinə böyük bir ərazini ona bəxş edir. Əvvəli olaraq cənnətdə. Bu cəhənnəmə düşüb, min cür əzablar, işgəncələr görüb, etmiş olduğu əməllərə görə alçalıb, kömürləşib, amma günahlardan təmizlənib çıxan ən axırıncı adamdır. Nə məcbur idi? Niyə düşməli idi ki? Niyə düşməliyik ki? Əlimizdə fürsət var. Fürsət tövbədir. Allah-u Teala məğfirətini tərəfimizdə rəhmətini cəlb etməkdir. Bu Ramazan ayı fürsətdir. Bu 10 gün də Ramazanın son 10 günü. Cəhənnəm ateşindən qurtarma 10 günüdür. Yasin surəsində Estaizu billah. İnna ca'ilna fi a'naqihim aghlalan fahiya ilal azqan fahum muqmahun sadaqallahu azim. Allah-u Teala o inadcıl tövbə eləməyən, Allaha qarşı etinasız, hörmətsiz, Allahsız, Qur'ansız, kitabsız, dinsiz, imansız yaşayan adamların əhvalını bildirir. Gələcəkdə nə olacaqsa. Allah üçün zaman, məkan yoxdur. O hamımızı görür ki, biz hara gedirik, necə olacaqsa. Və görür bu adamları və deyir ki, onların deyir, boynuna elə deyir, bu xollar, zəncirlər, qandallar salınacaq ki, dirinəcək çənələrinin altına və o adamlar başlarını aşağı eləyə bilməyəcəklər, gözləri, başları yuxarı olacaq. Niyə? Çünki hiss eləmişsiniz, o adamlar ki, egoist,
təkəbbür, bəncil, özünü görməyib özgələrinin ayıbı ilə məşğul olan adamlar, onlara nəsihət eləyəndə ki, olmaz, keflərinə deyir, forslarını sığışdırmırlar, nəsihət qəbul etmək istəmirlər, cavanlıqları onları sərxoş eləyib, pulları onları divanə eləyib, vəzifələri onları dəli günə qoyub. Söz deyəndə bunlara söz demək olmaz. Əla Həzrət məqam sahibidir və söz deyən kimi həmin boyunlarına zəncir buxovlar salınıb, üzr istəmək üçün qiyamət günündə cəhənnəmdə başını aşağı eləmək istəsə də alınmasın deyə dünyadakı əhvallarınca başları təkəbbürlü həmin halda göyə baxan vəziyyətdə olacaq. Onlar Allahın qabağında başlarını aşağı sala bilməyəcəklər. Qiyamət gündə peşman olub başı aşağı salmaq da bir nemət demiş. Amma olacaq ki, insanlar orada Allahdan əl-aman deyib üzr istəyəcəklər. Bağışlanmayanlar da olacaq. Ki, bu Ramazan ayının əlaqədar hədisdədir ki, Peyğəmbər əleyhissalam buyurur, sallallahu aleyhi və səlləm, qiyamət gündə mən bir cavan oğlan gördüm. Onu itəliyə qırmanclarla döyə-döyə qaynar qırmanc gətirəcəklər. O məni görəcək, va Muhammed deyib məndən imdad istəyəcək. Mən soruşanda ki, bu nə əməl sahibidir, mənə deyəcəklər ki, bu Ramazan ayında yeyib içib kef eləyən bir cavan idi. Heç fikirləşmirdi ki, Ramazan deyən bir şey var. O da deyəcək ki, Peyğəmbərimiz əleyhissalam, ya Rəbbi, o məndən imdad istəyir, məndən yardım istəyir. Mənə icazə ver ona şəfaət edeyim. Və Peyğəmbərimiz əleyhissalam, Peyğəmbərimizi nə qədər çox sevsə də və Peyğəmbərimiz Allahın nə qədər həbibi olsa da, amma mütləq hökm sahibi Allah Cəllə Cəlaluhudur. Və Peyğəmbərin şəfaəti orada qəbul olunmur. Və o cavanı Peyğəmbərdən ya Muhammed deyib imdad istəsə də cəhənnəm atacaqlar. Niyə? Çünki o Allah yoxdurmuş kimi yaşayır. Bir para yerlərə gedir, xüsusən yas mərasimlərdir, günün günorta çağında. Bu Əhmədlər, Məhəmmədlər, Həsənlər, Əlilər, Ömərlər, Osmanlılar, yəni müsəlmanlar, müsəlmanlıq yox imiş kimi, Qur'an bunlara nazil olmamış kimi, xəstəsən, oruç tutmamsan, xəlvətdə dərmanlı içirsən, nə edirsənlər? Bu günün gündüz çağında Allaha qarşı bu qədər etinasızlıq, bu qədər laqeydlik, saymamazlıq və əbədi cəhənnəmlər. Çünki o oğlan necür ki, Ramazanı saymadığı üçün Peyğəmbərdən yardım istəsə də o Peyğəmbərin şəfaəti onun barəsində qəbul olunmadı. Allah o gündən saxlasın. O səbəbdən də bu axirətdəki əzablar, dünyada da Ramazan ayının bir özəlliyi var, xəbərdarlıq edeyim. Ramazan ayının bir özəlliyi var. Kim Ramazan ayında oruç tutmamaq üçün hansı şeyi bəhanə gətirsə, məsəl üçün desə ki, xəstəyəm, mən oruç tuta bilmirəm və s. kimi bəhanələr gətirsə, onun etmiş olduğu bəhanələr Ramazan ayının təbiətinə uyğun olaraq o biri dualar qəbul olunduğu kimi bu dualar da qəbul olur. Yəni Ramazan ayı bitəndən sonra o həqiqətən xəstələnir, o həqiqətən suya, yeməyə möhtac olur və o adam üçün dəhşətli bir həyat başlayır. Çünki o Allah bəndəsini bağışlamaq üçün bəhanə axtarıb, bəhanə qoyub. O adam özünü Allaha bağışlatmaq üçün bəhanə axtarmaqdansa, Allaha qarşı üsyan eləmək üçün bəhanə axtarır ki, mən oruç tuta bilmirəm. Xub, laf əcəb. Və o adam dünyada da öz bəlasına çatır.
xəstəliklər, müsibətlər, hər tinin başında, o başında da apteklər, hər yerdə xəstəxanalar, müayinəxanalar. Nə səbəbdən? Asilik səbəbindən. Peyğəmbər əleyhissalam buyurur, məşriqlə məğribin arası gəziləcək, bir tikə halal çörək yemək tapılmayacaq. Hansı şeyə baxırıq?